Salam uşaqlar. Trigonometriyadan danışacağıq bugün. Birinci başlayırıq. Siz bilirsiniz ki, trigonometriya ilə tanış olursunuz 8-ci sinifdə trigonometrik nisbətlərlə. Amma geniş olaraq öyrənirsiniz 10-cu sinifdə. 10-cu sinifdə başlayırıq dönmə bucaqlarından. Nədir dönmə bucaqları? Baxın, bucaq nədir? Bir ortaq nöqtədən çıxan, ortaq nöqtəsi olan iki şüanın əmələ gətirdiyi fiqurdur da. Baxın, bu bucaqdır. Əgər bağlıdırsa hələ 0-0 dərəcədir. Sonra başlayır açılmağa. Fikir verin, saat əqrəbinin əksi istiqamətində açılacaq. Açıldığı zaman saat əqrəbinin əksi istiqamətində açılır. Bu dayanan bucağa, tərpənməyənə, sabit qalana başlanğıc tərəf, tərpənənə isə son tərəf deyəcək. Son tərəf gedib harda dayanırsa, o bucağın dərəcə ölçüsünü göstərir. 0 dərəcədən başlayır açılmağa, 30, 45, 60, gəlir 90, sonra keçir ikinci rübümüz. Bu artıq birinci rübdür. 0 və 90 dərəcə arasında yerləşən rüb birinci rübdür. Aşağı siniflərdən rübləri tanıyırsınız. 90 dərəcədən böyük gəlir 90, 135, 140, 150 və s. 180. Bu artıq ikinci rüb. Keçdik. 180'dan sonra 210, 225, 240 vesaire 270. Bu üçüncü rüb. 180 ile 270 arası. Sonra döndü geldi. Tam bucaq 360 derece alındı. Aydın oldu. Bu tam dövrdür. 360 derece. Buna deyirik dönmə bucağı. Dönmədən alındı. Amma bir tam dövr eləyəcəkmi? Yox. Sonsuz tam dövr eləyə bilir. En sayda dövr eləyə bilir. Əgər 30 dərəcə birinci rübdə 30 dərəcədirsə, 370 dərəcədə birinci rübündür. Fikir verin, bir tam dövr elədi, oldu 360. Üstünə də 10 dərəcə gəldik, yenə birinci rübə düşdü. Gəlin indi bunları mən belə göstərdim, amma çəkib də sizə göstərim, başa salım ki, nədir? Biz trigonometriya necə başlayırıq? Nə üzərində öyrənəcəyik? Düzbucaqlı koordinat sistemini qururuq. Y, X, 0, 0 koordinat başlanğıcıdır. Və biz başlayırıq buradan dönməyə. Gəlirik, saat əqrəb istiqamətində gediş bizim müsbət istiqamətimizdir. Yəni biz trigonometriyada müsbət istiqamətimizi, bizə lazım olan istiqamətimiz saat əqrəbinin əksi istiqamətində gedəcək. Ona görə birinci rüb, ikinci rüb, üçüncü rüb, dördüncü rüb. Və bucaq açıldığı zaman gəldi, son tərəf harda dayandısa, məsələn 135 dərəcəli bucaq. Buradan bura qədər 135 dərəcəni ifadə eləyir. Aydın oldu mu? Birinci rübümüz yerləşdi 0-90 dərəcə arasında. İkinci rübümüz yerləşdi 90-180 dərəcə arasında. Üçüncü rübümüz yerləşir 180-270 dərəcə arasında. Dördüncü rübümüz ise yerləşir 270-360 dərəcə arasında. Bunlar oldu müsbət bucaqlar. Geri qayıtsaq, saat əqrəbi istiqamətində bizim mənfi istiqamətimizdir. Əgər buradan gəlsək, bu qədər açılsa, bu olacaq mənfi 45 dərəcə. Əgər saat əqrəbi istiqamətinə getsək, son tərəf hara düşdüsə, nə qədər açıldısa, o olacaq mənfi. Misal üçün, baxın, biz müsbət istiqamətdə hərəkət elədik, aldıq 135. Deyə bilərsiniz, mənfi istiqamətdə gedəndə neçə dərəcə olacaq? Bax, müsbət istiqamətdə 0-dan gəldi, ikinci rübdə oldu 135 dərəcə. Bəs mənfi gəlsəm, bu neçə olacaq? Mənfi 225 dərəcə. Axı tam 360 eləməlidir. Aydın oldu. Ya 0 üstə gəl 135'dir ya da 360 çıxılsın. 135 çıxılsın 360'dır. Yəni 135'dən geri qayıtsam 135 çıxılsın 360. O da mənə mənfi 225'i verir. Aydın oldu. Onda biz 10-cu sinifdə dərsdə uşaqlara deyirik. Deyirik ki 135 dərəcə ilə üst-üstə düşən bir dənə mənfi bucaqdır. Deyir mənfi 225. Aydındır. Misal üçün 30 dərəcə ilə üst-üstə düşən bir dənə mənfi bucaqdır. Mənfi 330. Düzdür? Başa düşdükmü bunu? Yaxşı. İndi gəlin baxaq radian nədir?
1 radian neçə dərəcədir? Çünki biz radiandan danışacağıq və bucaqları radianla ifadə eləyəcək. Ona görə 1 radian radiusa bərabər uzunluğu radiusa bərabər olan qövsün mərkəzi bucağına uyğun olan dərəcə ölçüdür. Bax, bizim də radiusumuz 1'dir. Biz trigonometriyada trigonometriyanı vahid çevrə üzərində öyrənəcəyik. Vahid çevrə üzərində. Yəni ki, radiusu 1'ə bərabər olan çevrəyə vahid çevrə deyirik. Aydındır. Bu çevrədən kənara çıxmayacaq. Birinci bunu dərk edək. Bu çevrədən kənara çıxmırıq. Y, bu da x oxumuzdur. Və 1 radian mərkəzi bucağın dərəcə ölçüsü. Alfa bölünsün, L bölünsün, R ilə ifadə olunur. O da 1'ə bərabərdir. Çünki radiusu, bu qövsün uzunluğu radiusun uzunluğuna bərabərdir. Mərkəzi bucaq da elə bundan eynidir. 1 radian. Radianı biz pi ilə 180 dərəcəni pi qəbul eləyəcəyik. 180 dərəcəyə pi. Bizim o tanıdığımız pi var idi ya, 3,14 həndəsədə. O yox. Trigonometriyadakı pi 180 dərəcənin radianla ifadəsidir. Onda pi bölü 6 neçə dərəcənin ifadəsi olar? 30 dərəcə. Yəni 180 bölü 6. 90 dərəcəni radianla necə ifadə eləyərik? Pi bölü 2. 30 dərəcəni? 45 dərəcəni? 360'ı? 2 pi. Başa düşdünüzmü? Bir dənə pi'ni bilsək, pi'ni 180, yəni trigonometriyadakı pi 180'dır. Radianla ifadədir. Amma belə 1 radian təxminən 57 dərəcə götürüləcək. Aydındır. Əgər 1'in üzərində dərəcə işarəsi varsa, bu 1 dərəcədir. Əgər yoxdursa, o radian deməkdir. Biz onu dərəcəyə çevirəcəyik. 1 radian 57 dərəcədirsə, 2 radian vuracaq da, düzdür? 3 radian 57'yə vuracaq. 10 radian, əgər 10 üstündə dərəcə yoxdursa, deməli 57'yə vurub, onun rübünü tapacaq. 1 radian birinci rübdədir. 2 radian ikinci rübdədir. Başa düşdünüz? Orada tapşırıqlar olacaq radianla əlaqəli. İndi trigonometrik funksiyaları başa salandan sonra deyəcək müqayisə ilə. Sən onun dərəcəsini tapıb hansı rübət düşdüyünü o zaman müqayisə eləyə bilərsən. Aydındır. Bu da oldu radianın ifadəsi və radianla dedik ki 180 dərəcə pi'dir. 90 dərəcə təbii ki özümüz tapdıq ki pi bölü 2'dir. 60 dərəcə pi bölü 3'dür. 30 dərəcə pi bölü 6'dır. 45 dərəcə pi bölü 4'tür. Ne kaldı? 360 dərəcə 2 pi'dir. 3 pi, 4 pi, 5 pi sonsuz sayda pi davam eləyə bilir, dövr eləyə bilir. Buna qədər başa düşdükmü? İndi qövsün uzunluğunu təkrar eləyək. Qövsün uzunluğu biz demişdik ki, həndəsədən də öyrənmişdik ki, qövs çevrənin iki nöqtəsi arasında qalan hissəsidir. Və onun dərəcə ölçüsü bayaq da qeyd elədik, mərkəzi bucaqla eyni olur. Düzdürmü? Yaxşı. Bu çevrə neçə dərəcəlik çevrədir? 360. Bu da onun hansısa mərkəzi bucağa uyğun dərəcədir də. Düzdür. Deməli çevrənin uzunluğu hansı düsturla hesablanır? 2 pi r. 2 pi r. Onda bu 2 pi r'in hansı hissəsi olur? 360'dan alfa. Tamamı 360'dırsa bu onun hansısa bir alfa hissəsidir. Aydındır. Qövsün uzunluğunu 2 pi r 360'da alfa. Sonra bunun hazır düsturu bilirsiniz. Pi r alfa bölü 180'dır. Çünki 360'da ixtisar gedir. Amma mən həmişə uşaqlara deyirəm ki, belə yadınızda saxlayın da bu qövs çevrənin bir hissəsidir. Hansı hissəsi? 360'dan alfa hissəsidir. Burada başa düşdük. Onda başlayaq. 8-ci sinifdə dərəcələri biz necə öyrəndik? Məktəb dərsində danışmışıq. İndi dərs keçmədiyimiz uşaqlar və sizin üçün də bir də təkrar olsun ki, hardan gəlir bəs o qiymətlər ki, biz deyirik ki, sinus 30 dərəcədə 8-ci sinifdə öyrənmişik. Neçə alır?
2'də 1. Bizim trigonometrik funksiyalarımız sinus, kosinus, tangens artıq belə yazılır. Alfalarına da yazın. Kotan. Kot yazılır. Kotan yazılır. Kot yazılır. Belə yazılır. Trigonometrik funksiyalarımızdır bunlar. Və biz bunların üzərində işləyəcəyik. Vahid çevrə üzərində işləyəcəyik. Necə olur sinus, necə olur kosinus, hansı oxlar sinus oxudur, hansı oxlar kosinus oxudur ona baxırıq. Yenə çevrəmizi çəkirik, vahid çevrəmizi. Radiusumuz 1'ə bərabər olur. İndi fikir verin. Radius 1'ə bərabərdir. 0 nöqtəsindən bura qədər 1'dir. Bura qədər də 1'dir. Bura qədər də 1'dir. Bura qədər də 1'dir. Düzdür, məsafə 1'dir. Sadəcə y oxunun aşağıda mənfisi, x oxunun da solda mənfisi yerləşdiyi üçün onların qarşısına mənfi atırıq. Amma uzunluqları mənfidir demək deyil bu. Bu da aydın oldu. Yaxşı. İndi biz düzbucaqlı üçbucaqda 8-ci sinifdə trigonometrik nisbətlər öyrənmişdik. Öyrənmişdik ki, iti bucağın sinusu A, B, S. Düzbucaqlı üçbucaq. Trigonometrik nisbətlər. Sizə hər dəfə deyirəm, bizə aksiyonlar, ilkin anlayışlar biz verilməlidir ki bizə. Biz davam elətdirə bilək. Əvvəli verilməsə, mən hansısa uşağın, misal üçün Əliyev Əlinin 8A sinifində oxuduğunu bilməsəm, onun məktəbdəki nailiyyətlərlə tanış ola bilərəm? Yox. Mənə mütləq onun ilkin anlayış olaraq məlumat verilməlidir. Onu gördüm, mən trigonometriyə başlamaq üçün mənə 8-ci sinifdə ilkin məlumatlar verilib. Mənə deyilib ki, iti bucağın sinusu qarşıdakı katetin hipotenuza nisbətidir. Yəni sinus alfa A bölünsün S'dir. İndi burada fikir verək. Bu da bir radiusdur. Radius nəyə bərabər idi? 1'ə. Və buradan endirək aşağı. Bu paralel, bu y oxuna paralel isə buna y deyə bilirəm. Paralel köçürmüşəm də. Bu da x oxudur. X deyə bilirəm. Bu alfa dərəcəli bucaq olsa, bunun sinusu nəyə bərabər olacaq? Qarşıdakı katetin hipotenuza nisbəti. Yəni y böl 1. O da nə verir mənə? Y. Onda belə çıxır ki, biz bundan sonra y oxuna sinus oxu deyə bilərik. Yəni y-i sinusla əvəz edir. Qiymətləri öyrənmək üçün burada öyrənəcək qiymətləri, işarələri, cədvəlləri əzbərləməyə ehtiyac yoxdur. Elə buranı bilsək, kifayət eləyəcək bizə. Sinus oxuna, y oxuna nə deyəcək? Sinus oxu. Yəni, y-in üzərində olanlar, qiymətlər nəyə aid olacaq? Sinusa aid olacaq. İndi baxaq, kosinusu burada nə demişdik? Bitişik katetin alfa budur. Buna bitişik katet B'dir. B'nin hipotenuza nisbəti, S'yə nisbəti. Eyni şəkli burada da deyə bilərik. Alfa bucağına bitişik katet X'dir. Onun hipotenuzumuz da 1'dir. 1 qəbul eləmişik. Kosinus alfa da bərabər olacaq. X'in 1'ə nisbəti. Deməli o da nə olacaq? X. Deməli X oxuna da bundan sonra trigonometriyada kosinus oxu kimi baxa bilərik və X oxunun üzərindəki qiymətlər kosinusa aiddir. Bunu başa düşdük və gələcəkdə qiymətləri öyrənmək üçün də belə yadınızda saxlayın. Əgər bu qiymət sinus oxunun üzərində varsa, bu sinusa məxsusdur. Kosinus orada 0 alır. Əgər bu kosinus oxunun üzərindədirsə, o kosinusa məxsusdur, sinus orada 0 alır. Başa düşdünüz? Belə, tangensdə nə idi? Qarşıdakı katetin bitişik katetə nisbəti. Yəni, tangens qarşıdakı katetin y-in bitişik katetə x-ə nisbətidir. O da y nə idi? Sinus. Kosinusdaki x idi. Sinus alfa bölünsün kosinus alfa. Kotangens alfa nə olacaq? Bitişik katetin qarşıdakı katetə nisbətidir deyənə x böl y. O da kosinus alfa böl sinus alfa. Və buradan görürəm ki, kotangens ilə tangens necə funksiyalardır? Qarşılıqlı tərs. Biri sinus böl kosinusdur, biri kosinus böl sinusdur. Qarşılıqlı tərs və hasili 1'ə bərabərdir. İndi əsas trigonometrik eynikləri yazanda görəcəksiniz. Bunu da buradan görürük. Başa düşdük. İndi yaxşı. Bəs necə oldu ki sinus 30'da 2'də 1 aldı?
o cədvəli necə əzbərləyək, necə yadımızda qalsın, ona baxırıq. Bunu biliriksə, onları da biləcəyik. Yenə 8-ci sinifə qayıtsaq, bu alfa 30 dərəcə olsa, digər bucağımız düz bucaqlı üç bucaqda, digəri neçədir? 60. Düz bucaqlı üç bucaqda 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzumuz neçədir? 1. Deməli 30 dərəcənin qarşısındakı katet elə sinusu ifadə eləmirdi. 30 dərəcəli bucaq qarşısındakı katet y-dir. Düzdür, o da sinus deməkdir. Deməli sinus 30 hipotenuzun yarısıdır. Başa düşdünüz? Bəs 60'ın qabağındakı kökdə 3 hasili, yəni 2'də 1'in 30'un qarşısındakı 2'də 1'dirsə, onun kökdə 3 hasili. Ona görə də sinus 60'da da nə olacaq? Kökdə 3 bölü 2, yəni 2'də 1 vurulsun, kökdə 3. 30 dərəcəli, kosinus 30'da nə olur? 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıydı axı. Yəni bura 2'də 1 idi. Düzdür. Ona görə də bura 60 olduğuna görə bura kökdə 3 böl 2'dir uzunluqları. Deməli kosinus 30 nəyə bərabərdir? Bitişik katetin kökdə 3 böl 2'nin 1'ə nisbəti. Ona görə kosinus 30'da kökdə 3 böl 2 alır. Kosinus 60'da nə alacaq? Bura əgər 60'dırsa orada da nə alır? 2'də 1 alır. İndi nə qaldı? 45-45'lər. 45-45 düz bucaqlı 3 bucaqda, bu bucaqlar 45-45'dirsə. Bu necə düz bucaqlı 3 bucaqdır? Bərabər yanlı düz bucaqlı 3 bucaqdır. Onda bərabər yanlı düz bucaq 8-ci sinifdən bilirik. Bərabər yanlı düz bucaqlı hipotenuz nəyə bərabərdir? Katetin kökdə 2 mislinə. Yəni A kökdə 2. Yenə ilkin anlayışlar köməyimizə çatır. A kökdə 2. Bura A kökdə 2'dir. Hipotenuz burada nəyə bərabərdir? Bizim trigonometriyada hipotenuz 1'ə bərabər, radius 1'ə bərabər. Burada A kökdə 2. Deməli, A kökdə 2 nəyə bərabərdir? 1'ə. A bərabər olur 1 bölünsün kökdə 2. Onu da qoşmasına vuranda kökdə 2 böl 2. Deməli, A hansıdır? Buralardır da, düzdür? Katetlər. Kökdə 2 böl 2, kökdə 2 böl 2. Bitişik katetin hipotenuza nisbəti də kökdə 2 böl 2 verir. Qarşıdakı katetin, deməli, sinus 45'də də, 45 dərəcədə də kökdə 2 böl 2 verir. Kosinus 45 dərəcədə də kökdə 2 böl 2 verir. Yenə yadımızda necə saxlayırıq? Sinusu bilirdik. Qarşıdakı katetin hipotenuza nisbətidir. Hipotenuzumuz 1'dir. 30'un qabağındakı da 1'in yarısıdır. Deməli, sinus 30'da 2'də 1 alırsa, 60'da onun kökdə 3 mislini alacaq. Deməli, sinus 60'da kökdə 3 böl 2 alır. Əgər 45-45'də A kökdə 2 varsa, tez yadınıza salın. Deməli, kökdə 2 böl 2'ni 45'də alır. Bunun 30'da aldığını kosinus 60'da alır. Bunun 60'da aldığını kosinus 30'da alır. 45'də ikisi də eyni alır. Yaxşı, bəs tangensdən kotangens. Tangensə nə dedik? Sinusun kosinusa nisbəti. Mən tez gözümü bağlayıb sinusu kosinusa bölürəm. Əzbərimə ehtiyac yoxdur. Sinusun 30 dərəcədə sürəti nə idi? 1. 1'in yarısıydı da çünki 1. Bu birisi də kökdə 3. 1 böl kökdə 3. Tangens 30'da nə aldı? 1 böl. Çünki məxrəclər nə olur? İxtisar olur. Baxın. Sinus 30'u, yəni 2'də 1'i, kosinus 30'a, yəni kökdə 3 böl 2'ye böldükdə 2'lər gedir. Ancaq sürətlər qalır. Ona görə sinus 30'un sürətinin 1 olduğunu bildiyim üçün 1 böl kökdə 3 kimi xatırlayıram onu. 45'də də hər ikisinin qiyməti eynidir deyənə 1 alır. 60'da da sinus kökdə 3 olduğu üçün tangens kökdə 3 böl 2 olduğu üçün tangens 60'da kökdə 3 alır. Bildiniz də niyə səbəblərini bildiniz. Cədvəli əzbərləsəniz də hardan gəldiyini gərək biləsiniz ki, sonra imtahanda unutsaz çıxarda biləsiniz onu. O da yenə deyirəm, ilkin anlayışlar yadınızda həmişə qalır. Necə ki, Pifagor teoremini kimdən soruşuruq, ham əzbər bilir. Onlar da ilkin anlayışdır da. Bəs yaxşı, gəldi indi 30, 60, 45 bunları öyrəndik. Bizim nə qaldı? Sərhədlərimiz. Hansı ki, mən bunlara sərhəd deyirəm. Yəni, rahat olsun uşaqlara deyə.
Geldik bura 0 derecemiz. Bəs 90 derecede ne alırlar? 180, 270. Bir de geldik təzədən 360 derece. Bəs burada ne qiymətlər alırlar? Ona baxırıq. Dedik ki, bayaq sizə ipucu vermiştim sinusun üstünde olanlar sinus aitdir, orada kosinus yoktu. Kosinusun üstünde olanlar kosinus aitdir, orada da sinus yoktu. Gelin 0 dereceden başlayalım. Sinus 0'da, kosinus 0'da, tangens 0'da, kotangens 0'da. Görün neçə dənəsini əzbərləmək məcburiyyətindəyik, amma belə bilsək bunun üzərində işimiz rahat olacaq. Sinus 0'da var? Yok. 0. Kosinus 0'da. Bu kosinus okudu. Bu da 0'dır. Başa düşürsən? Bu kosinus okudu. Bu da 0 derecedir. Kosinus var. Ne alır? 1. İndi baxırıq. Tangens neydi? Sinusun kosinusa nisbəti 0'ın 1'e 0. Bəs kotangens? Təyin olunmuyor. Çünkü 1'in 0'a 0'da 0'a bölmək yoxdur. Aydın oldu. Geçtik 90'a. Sinus 90. Kosinus 90. Tangens 90 ve kotangens 90. Yine gözünüzü bağlayıp hiç gözünüzü bağlamayın. Bir de harda olsanız imtihanda bir qələmdir. Bunu çekeceksiniz ve salam. 90. Neye aittir 90? Sinusun üzerindedir. Sinus orada var. Bəs kosinus? Bu kosinustur. Başa düşmürsən? Bu kosinustur. Bu sinustur. 90'da sinus ne aldı? Başa düşürsənsə cevap ver də. Sinus 90'da ne aldı? 1 alır. Bəs kosinus 90'da ne alır? Yoktu da 0. Bu 0 alır, bu 1 alır. Tangens neydi? Sinusun kosinusa nisbəti. Yoktu, təyin olunmuyor çünkü 0'a bölme yoktu. Bəs kotangens 90'da ne alır? 0. Kotangens 90'da ne alır? 0. Geldik 180 dereceye. Sinus 180 derece. Sinus ait değil 180. Yok. Deməli ne aldı? 0. Kosinus ait değil 180. Ne alır? Mənfi 1. Tangens 180'da sinus böl kosinus 0. Kotangens 180'da təyin olunmayıb. Geldi 270'e. Bunlar hamısı sizə cədvəl şəklində verilir və deyilir ki, əzbərləyin. Amma əzbərləməyə ehtiyac yoxdur. Burada gözünüzdən görürsünüz də. Tangens 270. Kotangens 270. Sinus 270. Sinus aitdir. Bəli. Nə alırdı? Mənfi 1. Kosinus 270. 0. Kosinus ait deyil. Artıq öyrəndiniz. Tangens sinusun kosinusa nisbət təyin olunmuyor. Kotangens 0. Aydın oldu. İndi geldik 360'da da elə 0'da aldıqlarını alacaq. Tam dövr oldu. Başa düşdük. Necə yadınızda saxlayırıq, necə öyrənirik. Bu koordinat sistemi sizə trigonometriyanı tam öyrənməyə kömək edəcək. Sadəcə indi gələcəkdə elə düsturlar var ki, məcbursuz onları əzbərləməyə. Amma bir də var ki, bunun hamısını əzbərləyəsiniz. Məsəl üçün işarələri. Birinci rübdə sinusun işarəsi, kosinusun işarəsi, tangensin, kotangens. Bu 4 işarə. İkinci rübdə ayrı, burada ayrı, burada. 16 dənə işarəni gərək o cədvəldən əzbərləyəsiniz. Ya da ki, buradakı qiymətlərə baxın. 16 bunlardır. 45 üçün də 16 idi, 30 üçün də 16 idi, 60 üçün də 16 idi. Bunlar hansı bir cədvəl şəklində deyil. Bu 16'ların hamısını əzbərləməlisiniz. Amma burada bunları görə bilirsiniz. İndi baxaq rüblərdə onların qiymətlərinə, rüblərdə işarələrinə baxaq. Görək ki, birinci rüb. Sinus hansı ox idi? Y. Kosinus hansı idi? X idi. Birinci rübdə X'in işarəsi. Müsbət. Y-in işarəsi. Müsbət. Deməli, birinci rübdə sinus müsbət, kosinus müsbət, tangens neydi? Sinusun kosinus. İkisi de müsbət olanda tangens de müsbət olacaq. Kotangens de müsbət olacaq. Düzdür? Geldik ikinci rübə. İkinci rübdə sinus y yani müsbət. Kosinus mənfi. Sinus müsbət.
Kosinus mənfi. Biri mənfi, biri müsbət olanda böldüyümüz zaman işarə nə olacaq? Mənfi. Tangens mənfi. Kotangens mənfi. Aydın oldu. Geldik buraya. Üçüncü rübdə. X mənfidir. Yəni kosinus mənfidir. Sinus da mənfidir. Sinus mənfi, kosinus mənfi. Mənfini mənfiyə böləndə tangens müsbət, kotangens müsbət. Geldik dördüncü rübə. Bunun cədvəl şeklində əzbərləmə ehtiyacı var mı? Burada gözünüz görür də. Kotangens geldik. Üzr istəyirəm. Dördüncü rüb geldik. Sinus mənfi, kosinus müsbət, tangens mənfi, kotangens mənfi. Çünki mənfini müsbətə böləndə mənfi eləyir. Bu da işarələrimizdir rüblərə görə. İşarələri də öyrənmiş olduq. Başa düşdünüz. Keçdi indi əsas trigonometrik eyniliklərə ki, bu 6 dənə düsturu əzbərləyəcək, tapşırıqları sadə. Bilirsiniz, imtahana sizə bir dənə sadələşdirmə düşəcək. Bir dənə qiymətini tap, bir də tənlik. Trigonometriyədən 3 sual. Sadələşdirmədə də, istər tənlikdə də, istər o birisində, hamısında siz bu düsturları bilməlisiniz ki, nəsə yerinə yetirə biləsiniz. İndi əsas trigonometrik eynilik 6 dənədir. Sinus kvadrat, bu tərəfdən yazın biraz ki, sinus kvadrat alfa açılışını göstərəcəm. Kosinus kvadrat alfa bərabərdir 1. Sonra tangens alfa bərabərdir sinus alfa bölünsün kosinus alfa. Kotangens alfa bərabərdir kosinus alfa bölünsün sinus alfa. Düzdür? Sonra tangens alfa vurulsun kotangens alfa bərabərdir 1. Sonra 1 üstə gəl tangens kvadrat alfa bərabərdir 1 böl kosinus kvadrat alfa. 1 üstə gəl kotangens kvadrat alfa bərabərdir 1 bölünsün sinus kvadrat alfa. Baxaq. Bunu bayaq ispat elədik. Qarşılıqlı tərs olduğunu, düzdür. Bunu da göstərdik əvvəlki biliklərimə əsasən. Bunu da ona əsasən dedik. Bu bəs necə olur ki, kvadratları cəmi 1 verir? Deyiləm. Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi. Bəli, katetlərin kvadratları. Axı bu sinus idi. Düzdür. Bu da kosinus idi. X'in kvadratı üstə gəl, Y-in kvadratı 1'in kvadratını verir, o da 1'dir də, düzdür. Deməli, sinusun kvadratı üstə gəl, kosinusun kvadratı 1 verir ona görə. Məktəbdəki müəllimin qəşəng dərs keçir. 1 üstə gəl tangens kvadrat alfa bərabərdir. Bunu necə yadınızda saxlayırsınız? Tangensin məxrəcində nə var? Uşaqlar bunu qarışdırır, hansında sinus var, hansında kosinus var. 1 üstə gəl tangens. Tangensin məxrəcində nə var? Kosinus. Deməli, tangens olan düsturda 1 böl kosinus kvadratıdır. Kotangensin məxrəcində sinus. Deməli, kotangensin olan düsturda da məxrəcdə nədir? Sinusdur. Oldu bu əsas trigonometrik eyniliklərimiz. Bu 6 dənə düsturdur. Orada bir bölmə var. Buna aid tapşırıqları işləyirik. İstəyirəm ki, çevirmə düsturlarını da başa salım. Hələlik bu qədər bəs eləyəcək. Çevirmə düsturları nədir? Uşaqlardan hər dəfə soruşanda artıq siz öyrənmisiniz. Uşaqlardan hər dəfə soruşanda deyirəm ki, çevirmə düsturu nədir ay uşaqlar? Nəyi nəyə çeviririk? Nə iş görürük orada? Çünki məşğələlərə gedirlər, bilirlər. Nə edirik çevirmə düsturlarında? Böyük dərəcələr. Bəli, uşaqlar elə bilir ki, orada ad dəyişmə var. Sinusdan unutmuşdum. Uşaqlar elə bilirlər ki, sinusla kosinus adını dəyişir deyənə, elə bilirlər ki, elə çevirmə odur. Sinusu kosinusa çevirmək, kosinusu sinusu. Çevirmək bizim böyük dərəcələrimizi kiçik dərəcə. Bayaq dedi ya 135, 225, danışdıq axı 330. Bəs biz onları cədvəldə vermədik axı. Biz nəyin qiymətini verdik? 30, 45, 60, 90, 180, 270 sərhədləri düzdür. Amma biz
330-da neçə alır, mənfi 330-da neçə alır və s. Bunların qiymətini bilmirik. Deməli, çevirmə düsturları bizə kömək eləyəcək ki, bütün öyrənəcəyimiz düsturlar hamısı nəyəsə xidmət eləyir. Çevirmə düsturları da 90 dərəcədən böyük dərəcələrin kiçik dərəcəyə çevirir. Yəni bizə məlum olan dərəcəyə gətirməsi üçün kömək eləyir. Ona çevirir. Böyük dərəcələri kiçik dərəcəyə çevirir də, lord dildə belə desək. Aydındır? Yəni birinci iş olaraq və burada diqqət edəcəyimiz məqam hər dəfə uşaqların verdiyi sual. Müəllimə, çevrildiyi, misal üçün sinus kosinusdan adını dəyişdi. Hansının işarəsini yazırıq? Sinusun adını yazırıq işarəsini, yoxsa kosinusun? Baxın, onların hamısını diqqətlə deyəcəm, ora diqqət eləyin, nə göstərəcəmsə. Çevirmə düsturları nəyə xidmət eləyir? Göstərək burada. Yenə vahid çevrəmiz var. Gəldik, biz açdıq 135 dərəcə. Və mənə deyir ki, sinus 135 dərəcəni hesabla. Mən də xəbərim yoxdur çevirmə düsturlarından. Baxa-baxa qalmışam ki, mənim cədvəlim əzbərlədiyimcə, heç tutaq ki, müəllim mənə qrafiklə, heç nə ilə başa salmayıb, mən cədvəl əzbərləmişəm. Axı, orada 135 görməmişəm mən. Bu 135 nədir? Bax, o çevirmə düsturu mənə kömək eləyəcək. Birinci nə edirsiniz? Etap-etap başa salıram. Hansı rübə düşdüyünü müəyyən edirsiniz. Bəli, ikinci rübə düşür. Və ikinci rübdə hansı aralıqdadır? İkinci rüb hansı aralıqda yerləşirdi? 90-dan böyük, 180-dan kiçik. Düzdür? Deməli, ikinci rübdə yerləşən bucağı mən 90 üstə gəl ya da 180 çıx yaza bilərəm. Düzdür? İki cür yaza bilərəm. Mən sinus 135-i 90 üstə gəl 45 kimi və ya 180 çıx 45 kimi göstərə bilərəm. Düzdür? 180-dan 45 çıxanda 135 eləmir. 135-in yerinə yazdım 180 çıx 45. 135-in yerinə yazdım 90 üstə gəl 45. İkisini də yaza bilərəm. Misal üçün Cövhər yazır 180 çıx 45-dən, Həbibə yazır 90 üstə gəl 45-dən. Aydındır? Yaza bilirik bunu. Bəs yaxşı. Nə edirik sonra? İkisindən də yazsaq axı başqa qiymətlər alacaq. Nə edirik? Bu 90, bu 270, bu təzədən gələcək 90 vur 5, bu 90 vur 7. Bunlar hamısı tək qatlar düşür. Düzdür bura? Burada isə 0 idi, 180, 360 getdi. Bu da oldu cüt qatlar. Yadınızda saxlayın, 90-ın tək qatlarında adını dəyişəcək. Yəni, sinusun üzərində olanlarda adını dəyişəcək. Kosinusun üzərində olanlarda dəyişməyəcək. Aydındır? Bu sinusun üzərindədir 90. Adını dəyişəcək. Sinus kosinusa, kosinus sinusla. Tangens kotangensdən, kotangens tangesdən dəyişir. Sinus kosinusdan dəyişəcək. Olacaq kosinus 45. Yaxşı, mənfi, müsbət, yəni ona baxacaq. Kosinus 45-də neçə aldı? Kökdə 2 bölü 2. Yaxşı, cavabımız müsbətdir yoxsa mənfidir? Baxırıq. Uşaqların sualı burada yaranır. Müəllimə, bu qiyməti yazırıq, sinus 135-in işarəsini yazırıq, yoxsa kosinus 45-in işarəsini yazırıq. Ən çox çaşdırılan. Sizə nə verib? Sinus verib. Səndən nə soruşur? Sinusu soruşur. Sinus 135 neçənci rübdür? İkinci rüb. Sinus orada nədir? Vəssalam. Səndən nə soruşursa sən onun işarəsini yazmalısan. Sonradan nəyə çevriləcəyi nə olacaq? O mənə maraqlı deyil. Aydındır. Sinus 135 aldı cavab kökdə 2 böl 2. Hər bir iti bucağın bütün rüblərdə əvəzləyici bucaqları var. Məsələn, 135 ikinci rübdə 45-ə əvəz eləyir. 225 üçüncü rübdə 45-ə əvəz eləyir. 315 dördüncü rübdə 45-ə əvəz eləyir. Aydındır. 60 dərəcəni 150 əvəz eləyir. Onun da 180-ın üstə 60 gəlir. 240 üçüncü rübdə əvəz eləyir. 300 dördüncü rübdə əvəz eləyir. Başa düşdünüz? Yəni, hamısının bütün rüblərdə var. Onları qaytaracaqsınız, iti bucaqlara gətirəcəksiniz. 180 çıxılsın 45-dən yazanda isə adını saxlayacaq 180-da. Olacaq sinus 45
Yine bizdən sinus 35 soruşduğu üçün müsbət olacaq. O da kökdə 2/2. Hər iki uşaq da eyni cavabı aldı. İstəyirsən belə yazsın, istəyirsən belə. Mən üstəgəllə yazmaq rahatdır, adını dəyişsə də. Mən həmişə müsbətlərlə yazıram. İkinci rübü 90 üstəgəl, üçüncü rübü 180 üstəgəl, dördüncü rübü 270 üstəgəl. Adını dəyişməyi də bilirik də. İndi gəlin bir dənə dördüncü rübdən bir bucaq götürək. Dördüncü rüb hansı aralıqda yerləşir? 270, 306. 270, 360. 300 götürəkmi? Yazaq. Bunun üçün kosinus yazaq. Yox, gəlin tangens yazaq. Tangens 300 dərəcə. 300 dərəcəni bura 360 idi. Burada 270. Saat əqrəbi əksi istiqamətində gedir yaxı, düzdür? Ona görə də 270 üstəgəl ya da geri qayıtsam 360 çıx götürəcəm də bunu. Düzdür? İkisini də yazıram. Tangens 30'u yaza, 300'ü yazabilirim. Tangens 360 çıxılsın 60 dərəcə veya tangens 270 üstəgəl 30 dərəcə. Düzdür? Getdik. Hansı, nəyə baxmalıyıq biz? Nə verilib mənə? Tangens verilib əvvəldə. İndi burada 360'da adın dəyişirdi. Adın dəyişir üstə. Adın dəyişirdi 360'da. Dəyişmirdi. Nə qalacaq? Olduğu kimi. Tangens 60. Tangens 60'dan nə alırdı? Sinus böl kosinus kökdə 3 idi də sürəti. Olurdu kökdə 3. İşarəyə baxaq. Tangens 300. Neçənci rübə mucağı idi? Dördüncü rübdə tangens mənfi idi. Çünki biri mənfi, biri müsbətdir. Ona görə cavabım nə olacaq? Mənfi kökdə 3. İndi görək bu da mənfi kökdə 3 alır mı? Tangens 270'den yazıramsa 270'de adını dəyişirdi. Olurdu kotangens 30 dərəcə. Kotangens 30'da kosinus bölünsün sinusdur. Kökdə 3. Və dördüncü rübdə nə oldu işarəsi? Mənfi, çünki biri mənfidir, biri müsbətdir. Bu da oldu çevirmə düsturlar. Bugünkü mövzumuz trigonometriyanın bir hissəsi oldu uşaqlar. Birinci bölməmiz radian trigonometriya, əsas trigonometrik eyniliklər, bir də ki çevirmə düsturları. Bu üç bölməni yazacaqsınız. Hələlik bu qədər, sağ olun.